Birinci kurs sənin üçün çətin olmuşdu, yoxsa tez adaptasiya olmuşdu? Yox, qətiyyən yox. Bunu başqa dostlarıma deyim. Mənə tək çətin olan bu başqa abituriyentlərə də olacaq. Rayondan gəlib adaptasiya olmaq. Amma o da belə çox şey deyildi. Çünki mən təkliyi sevən biri idim. Yəni mümkün olur. Evdə də, rayonda da onsuz ayrıca bir otağım var idi. Ora girirdim, qapıyı bağlayırdım öz işimdə. Ona görə Bakıya gələndə mənə heç çox o cəhətdən problem olmadı. Hətta onda otaq yoldaşım vardı. Onunla qalmaq problemi olurdu. Ki zaten indi tək yaşayıram. Bir ildən çoxdur. Amma dərs tərəfdən zaten bilirdim mənə hansı ixtisasda, hansı fənlər keçiriləcək, nə edəcəm. Təxmini də yolumu cızmışdım ki, bu fənni belə oxuyacağam, nə bilim bunu edərəm. O cəhətdən çox planlı bir insanam. Bunu abituriyentlərə də tövsiyə edirəm. Mümkün olduğu qədər planlar qursunlar. O planlara da çox beh bağlamaq lazım deyil. O İtalyanların bir sözü var. İtalyan ya fransız. Həyat sən planlar qurarkən başına gələnlərdir. Amma yəni də plan olması yaxşı bir şeydir. Sən əsas Bakı Mühəndislik Universiteti bilirəm ki, şəhərdən bir balaca. Bir balaca yox, çox uzaqdadır. Xırdalanında. Sənin üçün bu problem olmuşdumu? Sən şəhərdən gedirdin ora, yoxsa yox. Elə həmin yerə yaxın yerdən ev tutmuşdun? Elə universitetə yaxın yerdən məcbur kirayə qalırdım. Əslində mənim əsas problemim o idi. Məsələn, dostlarım, digər dostlarım onun şəhərdədir. Mən məcbur Xırdalanda qalıram. Məsələn, mən bu gün bura gəlmək üçün saat 11-də dəvət etmişdi. Saat 10-a qalmış, onun yarısı falan evdən çıxmışam ki, gəlim çatım. Yəni belə olur çox var, o problem. Amma universitet cəhətdən universitet belə yarım saatlıq, 25 dəqiqəlik yoldur. Avtobusla 5 dəqiqə. Gözəl. Sizdə universitet neçə korpusdan ibarət idi? Korpuslar çoxdurmu və elə dərslər olurdumu? Məsələn, birinci dərs bu korpusdadır, ikinci dərs bu korpusdadır, gedib gəlmək, vaxt almaq. Bu kimi hadisələr olurdu? Bizdə ixtisas fənləri əsas keçirilir əsas korpusda. Universitetin səhv etmirəmsə, deməli əsas korpus var, iqtisadiyyat korpusu var, İBF deyirik, dillər korpusu var, texnopark var, bir də təzə açılmış mühəndislik korpusu var. Orada proses avtomatlaşdırılması, elektrik ixtisasları falan olmalıdır. Bizim 2 il diplom proqramı var. Abituriyentlərə tövsiyə edirəm, onunla maraqlansınlar. Koreyan İnha Universitetinin 2 il diplom proqramıdır. Ki həm birinci kursun yayında gedirsən Koreyaya, həm də 4-cü kursu full Koreyada keçirirsən, həm də bitirəndə 2 dənə diplomla bitirirsən. Çox vaxtda o proqramı bitirənlərin master təhsili zaten İnha Universitetində olur. Ki hətta bizim ixtisas da hal-hazırda Pekin Kimya Texnologiya Universitetindən 2 diplomu deyəsən imzalanıb. Hətta bizim ixtisasdan tələbələr getmişdi ora. Sualdan biraz əlaqəsiz oldu. Narahat olma. Mən bir sual da vermək istədim ki, bu əvvəldən seçilir. Məsələn, indi bilmirəm hansı ixtisasa aiddir. Sizin ixtisasda sən ikili diplomlu ixtisasda oxumaq istəyirsən, yoxsa sadə ixtisasda oxumaq istəyirsən? Yoxsa zaten sən daxil olanda artıq ikili diplomlu ixtisasa daxil olmuş olursan. İstədiyin vaxtda gedib xaricdə Pekində oxuya bilirsən. Bizim ixtisasla bağlı düzü tam dəqiq bildiyimi deyəmərəm. Mən qəbul olmayan elə bir şey yox idi. Aldığım məlumatlara əsasən əslində istəyiblər ki, ya da ikili diplomda olsun. Sonra başqa planlar olub deyəsən, qalıb. Hal-hazırda dediyim kimi Pekin Kimya Texnologiya Universitetindən var. Orada bizdən bəzi tələbələr olmalıdır. 4 nəfər, 5 nəfər belə bir şey. Mən bilən o ortalamaya baxılır. GPA, UMG nə deyirlərsə, ona baxıb ona əsasən göndərirlər. Yəni fərqlənən tələbələr. Amma səhv etmirəmsə o qəbul olan kimi ikili diploma düşmək elə bir şey yoxdur deyə bilirəm məncə. Amma İNHA-da elə deyil. İNHA-da yığıb bir müəyyən bir bal toplayırsan, səhv etmirəmsə 400, 450, 500 belə bir şey ola bilər qalxmış olsun. Orada da sadəcə 3 ya 4 ixtisas var idi. Bunun abituriyentlər maraqlana bilər. Sonra universitetin özünə daxili imtahan verirsən. Əsas rol oynayan sənin qəbul imtahanında topladığın bal olur. Çünki orada bir hesablama qaydası var. Səhv etmirəmsə 70% deyəsən qəbul imtahanından götürülür. 30% da həmin o daxili imtahanda yığdığından. Və ona bilən İNHA-ya ikili diplom proqramına siz qəbul ola bilirsiniz. Belə olmalı idi. Bəs məlumatım var, orada qəbul olanda sən özün maliyyələşdirməsən, Koreyada məsələn oxuyub gəlməyini, yoxsa artıq bildiyimdə dövlət deməyək də universitet tərəfindən Məncə universitet tərəfindən olmalı idi. Maliyyələşdirilmə. Nə gözəl.